Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Yeni Azərbaycan televiziyasının efirində xəbər vaxtıdır. Dünyada və ölkədə baş verən mühüm yeniliklərə nəzər salacağıq. İndi isə daha ətraflı. Prezident İlham Əliyev Papa Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma kilsəsinin Kamerlengosuna başsağlığı verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma kilsəsinin Kamerlengosu Kardinal Kevin Farrell həzrətlərinə başsağlığı verib. Başsağlığı məktubunda qeyd edilir. Müqəddəs taxt tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati Müqəddəsləri Fransisk həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amallı bəşəriyyətin əmin amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi. Roma Papası Fransisk bütün həyat və fəaliyyətini, ümumbəşəri dəyərlərini qorunub saxlanmasına, dinlər arası və mədəniyyətlər arası anlaşmanın və humanizm ideyalarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdı. Azərbaycan ilə müqəddəs taxt tacı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati Müqəddəsləri Fransisk həzrətlərinin misilsiz xidmətləri olmuşdu. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır. Bu ağır itkinin kədərini bölüşür, sizə müqəddəs taxt taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verirəm. Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədi ilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı bərk məişət tullantılarının yandırılması zavodunun istifadəsində olan 18.415 hektar torpaq sahəsini icarəyə vermək hüququ ilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməli. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdingi bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub. Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib. Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də Sovet dövründə Azərbaycanda təhsil almış Vyetnamlı məzunlarla görüşüb. Görüş zamanı iki tərəfli münasibətlərə, Ümumilli lider Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələrə, hazırda Azərbaycan-Vyetnam yüksək səviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib. Ticarət və Turizm Kollecində həmçinin 1968-1990-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış Vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış Vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib. Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.
Böyük qayıdış çərçivəsində Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Sarıcalı kəndinə 34 ailə 141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə 83 nəfər köçürülüb. Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi planlı şəkildə davam edir. Bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə 141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Doğma yurda qayıdan sakinlər onlara göstərilən hər tərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla ümumilikdə 40 mindən çox insan yaşayır. Xəbər verdiyimiz kimi, böyük qayıdış çərçivəsində Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb. Bu mərhələdə köçürülən 141 nəfərdən ibarət 34 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınlar və məcburi köçkünlərin işlər üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Sırada isə xarici xəbərlərimiz olacaq. İlk xəbərimiz isə bundan ibarətdir. Roma papası Fransisk vəfat edib. Roma papası Fransisk vəfat edib. Pontifik 89 yaşında dünyasını dəyişib. Qeyd edək ki, 2013-cü ildə Roma papası seçilən Fransisk son aylarda pnevmoniya xəstəliyindən əziyyət çəkirdi. Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir. Bu barədə o, Truth sosial şəbəkəsinə bəyan edib. ABŞ prezidenti Donald Trump ümid etdiyini bildirib ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşma bu həftə əldə olunacaq. Bu barədə o, Truth sosial şəbəkəsində bəyan edib. Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılıq əldə edəcəklər deyə Amerika lideri yazıb. Onun sözlərinə görə bu halda hər iki tərəf ABŞ ilə aktiv iş görməyə başlayacaq və bu da onlara sərvət qazanmağa imkan verəcək. Sırada isə iqtisadiyyatla bağlı xəbərlərimiz olacaq. Belə ki, dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb. IC London qitələr arası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 1,55% azalaraq bir barelə görə 66,91 ABŞ dolları təşkil edib. New Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə Vitay markalı neftin bir barelinin qiyməti də 1,61% azalaraq 62,98 ABŞ dollarına bərabər olub. Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə füçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib. New Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 76,50 dollar artaraq 3404,90 dollar təşkil edib. Gümüş isə 0,34 dollar artaraq 33,12 dollara bərabər olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastruktur layihələrinin icrası çərçivəsində Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yolunun tikintisi işləri üzrə sürətlə davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir. Sözgedən yolun ilk 11,7 km hissəsi layihə üzrə ikinci texniki dərəcəyə uyğun, qalan 21,9 km hissəsi isə birinci texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir. Hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir. Hazırda layihə boyu torpaq işləri görülür, belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə qaldırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. Yol yatağı və yol əsası hazır olan hissələr asfaltlanır. Artıq 3,6 km hissədə 2 lay asfaltbeton örtüyü döşənib. Bundan başqa yol boyu 148 ədəd müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi su ötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 4397 metr hissəsi artıq inşa edilib. Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1,6, 4,4, 7,2, 9,6 və 14-cü kilometrli hissələrində inşa edilir. Layihə boyu ümumi fiziki tərəqqi 72% təşkil edir. Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətli və təhlükəsiz hərəkətlərini davam etdirməsinə imkan verəcək. Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin birgə məlumatında deyilir. Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsası olacaq. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin birgə məlumatında deyilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq bu il mayın 1-dən Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə sığorta olanlar üçün xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin və təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək işə götürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.
Nəticədə işə götürənlər bu e-bültenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə e-səhiyyə portalı və mobil tətbiqdən asan və rahat şəkildə əldə edə biləcək. E-bülten sisteminə keçid qeyd edilən hər sahədə kağız daşıyıcılarının saxlanılması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətin şəffaflığının artırılmasına şərait yaradır. Daxili İşlər Nazirliyinin məlumatını təqdim edəcəyik. Belə ki, bu dəfə də həftə sonu vətəndaşların bank kartlarından 17 min manatdan çox vəsait oğurlanıb. Aprelin 19-da və 20-sində ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kart üzərindəki CVS kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar yaxud pul yoxdursa kredit formasında vətəndaşa zərər vura bilərlər. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var. Hər il xərçənglə mübarizədə yeni üsullar, tibbi həllər düşünülür. Tətbiq də edilir, çünki hər il sözü gedən xəstəliyə yoluxanların sayı demək olar ki, artır. Bəs buna səbəb nədir? Gəlin əməkdaşımız Leyla Səməndərin sujetini izləyib xəbərdar olaq. Azərbaycanda xərçəng xəstələrinin sayı əvvəlki illərlə müqayisədə sürətlə artır. Xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Müxtəlif orqanlarda bədxassəli şişlərin yaranmasına səbəb olan bu xəstəlik dünyada ürək-damar xəstəliklərindən sonra ən çox can itkisinə səbəb olan xəstəlikdir. Xərçəngin simptomları xəstəliyin növünə, inkişaf mərhələlərinə və orqanların yerləşdiyi bölgəyə görə fərqlənə bilər. Maraqlıdır, xərçəng xəstəliyinin bu qədər artmasına səbəb nədir? Azərbaycanda xərçəngin artma səbəbləri bütün dünyadakı kimi standart risk amilləridir. Siqaret çəkmədir, qidalanma tərzinindir, fiziki aktivliyin aşağı olmasıdır, heyvani mənşəli qidalardan çox istifadə, konservləşdirilmiş məhsullardan çox istifadə və ailəvi riskdir. Genetik faktorlar ümumiyyətlə bütün xərçənglərdə oynadığı faiz, yəni payı 10-15% arasında dəyişir. Bu mədə xərçəngində də belədir. Məsələn, əksəriyyətində ümumilikdə götürsək, bəzi şiş növləri var ki, genetik faktorlar onlarda daha çox rol oynayır. Məsələn, bu prostat xərçəngidir, bağırsaq xərçəngində, əksəriyyəti irsidir yumurtalıq xərçəngində. Mammoloq onkoloq Afət Cabbarova bildirir ki, Azərbaycanda da ən çox rast gəlinən ağciyər xərçəngidir. Qadınlarda isə ən çox rast gəlinən süd vəzi xərçəngidir, kişilərdə ən çox ağciyər xərçəngidir. 20 il öncə ilə müqayisə eləsək, 20 il öncə məsələn mədə xərçəngi daha çox idi. Hazırda bağırsaq xərçəngi durmadan artır. Yəni bağırsaq xərçənginin artma tendensiyası müşahidə olunur. Prostat vəzi xərçənginin artma tendensiyası müşahidə olunur. Səbəb bax bu iki xərçəng növünün artmasında deməli oturaq həyat tərzi, fiziki aktivliyin aşağı olması, ən çox da bağırsaq xərçəngində bu təsdiqlənib ki, bədən kütləsinin normallaşması və fiziki aktivliyin artması xərçəngin yaranma ehtimalını 1.5-2 dəfəyə qədər azalda bilir. Xəstəliyin qarşısını almaq üçün vaxtında heç bir şikayət gözləmədən illik müayinələrdən keçmək lazımdır. Siqaret çəkməmək, düzgün qidalanmaq, güclü günəş şüalarından və stressdən qaçınmaq bu riskləri azalda bilər. Leyla Səməndər, Yeni Azərbaycan TV. Xəbərləri baş verən hadisələrlə davam edəcəyik. Belə ki, Azərbaycanda zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Aprelin 21-də Şəki stansiyasından 6 kilometr şərqdə Şəki-Oğuz sərhəddində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yerli vaxtla saat 08:31-də qeydə alınan yeraltı təkanların magnitudası 4-ə bərabər olub. Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində Bakı şəhərinin Rəsmi rayonu Nizami küçəsində ambarda baş verən yanğın tamamilə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200.400 kvadrat metr olan elektronika və digər malların saxlanıldığı ambar 360 kvadrat metr sahədə yanıb. Ambarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib. Ağstafada isə yol nəqliyyat hadisəsi baş verib, faktla bağlı araşdırma aparılır. Ağstafada yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan tır markalı yük avtomobili idarə etmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Sırada isə idmanla bağlı xəbərləri diqqətinizə çatdıracağım. Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub. 39 ölkədən gimnastların iştirak etdiyi yarışlar 3 gün davam edib. Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub. Milli Gimnastika Arenasında təşkil edilən turnirin son günündə fərdi və qrup hərəkətləri üzrə komandalar arasında mükafatçılar məlum olub. Onlar ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Həmçinin ənənəyə uyğun olaraq kubokda ən çox icra xanı toplanmış gimnast və qrup komandasına AGF Tropi kuboku təqdim olunub. 39 ölkədən gimnastların iştirak etdiyi yarışlar 3 gün davam edib. ABŞ-nin Milli Basketbol Assosiasiyasında play-off'un ilk mərhələsinin növbəti oyunları keçirilib. ABŞ-nin Milli Basketbol Assosiasiyasında play-off'un ilk mərhələsinin növbəti oyunları keçirilib. Ötən gecə 8 qarşılaşma təşkil olunub. Golden State Warriors səfərdə Houston Rockets'i 95-85 hesabı ilə məğlub edib. Qonaqların heyətində ən çox xalı Stephen Curry toplayıb. Meydan sahiblərində isə Türkiyəli Alperen Şengün fərqlənib. Komandalar arasında ikinci maç aprelin 24-də təşkil olunacaq. Sırada isə hava ilə bağlı xəbərlərimiz olacaq. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısa müddətli az çiskinli olacağı ehtimal edilir. Cənub-şərq küləyi əsəcək, axşam isə şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi isə 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 50-60 dərəcə olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacaq, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 22-27, dağlarda 0-5 gecə, gündüz 12-17 dərəcə isti olacağı nəzərdə tutulur. Belə dəyərli izləyicilər, ən son və ən yeni xəbərləri diqqətinizə çatdırmağa çalışdıq. YouTube üzərindən bizə abunə olaraq izləməkdə davam edin ki, xəbərlərdən xəbəriniz olsun. Salamat qalın.